Salam, mən namaz qılıram, ancaq bir həftə olar tam qıla bilmirəm. Pis yola gedirəm. Mən nə edə bilərəm? Xahiş edirəm cavab yazın. Eee, yəni namazı saxlayıb Bir həftə olar. səbəblərini araşdırsın. Nə məsələdir, nə olub, nə Amma baş verib. ardıca deyir pis yola gedirəm. Mən nə edə bilərəm? Baxın, Yəqin ki, elə o etdiyi günahla bağlıdır da. Namazdan uzaqlaşmaq. deməli belə qeyd edeyim ki, bir yaxşı imanlı insanlar varsa ətrafında biraz onlarla otursun, həm söhbət olsun. Mən burada nəsə deyim sənə, mənim qardaşım. Allah sizi var eləsin, Allah sizə kömək olsun. Amma bir imanlı insanlar axtarın ətrafınızda. Bir 5-10 dəqiqə oturun onunla, 1 saat oturun onunla. O sizə kömək eləsin. Əlhəmdülillah sənədə ki, hər yerdə bir iman əhli var, Allah dostları var, ruhanilər var, elm tələbələri var. Bir oturun onlarla dərdləşin, o sizə kömək eləsin. Onların ruhunun sizə təsiri olacaq. Ona bir dərdini desin ki, mən bilmirəm nə baş verib, başa düşürsünüzmü? O sizə kömək eləsin, yol göstərsin inşallah.